Şamaxı dağ içində, güllü bardaq içində, bu yerlərdə qız sevən yanacaq yağ içində. Bugün biz Şamaxıda tuttuğumuz Xonça ilə sizinlə paylaşacaq əziz tamaşaçılarımız. Ekran qarşısına yaxın əyləşib, mən isə studiyamızın qonaqlarını sizə böyük bir məmnuniyyətlə təqdim edim. Bugünkü qonaqlarımız filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev. Seyfəddin mənim, axşamınız xeyir olsun. Xoş gəlmişsiniz. Eləcə də Respublikamızın əməkdar artisti, sevilən xanəndə, Şamaxılı xanəndə Zabit Nəbizadə, Zabit müəllim. Siz də xoş gəlmişsiniz, axşamınız xeyir olsun. Hər ikinizi xoş gördük. Təəssüflər olsun ki, Şamaxının ləhcəsi yadımda qalmadı. Biraz çətin ləhcə idi. Ona görə bugün Şamaxı ləhcəsini sizi salamlaya bilməyəcəm. Sizə deyim ki, rayonun özünü bir də görsən ləhcə duyulmur, amma bəzi kəndlərdə konkret olaraq ləhcə var. Ləhcə duyulur, bəli. Duyulur. Və söhbətimizə başlamamışdan əvvəl tapmacamızı söyləyim, sonra danışarıq. Tapmacamız belədir əziz tamaşaçılarımız. Başına kələm bağlayar, ürəyi vərəm bağlayar. Oğul uşağın yığıb, dəsmal alıb ağlayar. SMS nömrəmiz 9050, cavablarınızı gözləyirik. Unutmursunuz ki, ilk düzgün cavab göndərən, ümumiyyətlə düzgün cavab göndərən tamaşaçılarımız bizdən milli suvenir qazanacaqlar. Necəsiz? Əla, çox sağ olun. Siz də salamlaşa bilərsiniz tamaşaçılarımızla. Mən də hər bir kəsə bu ekran vasitəsilə öz salamını yetirirəm. Və sizə də axşamınız xeyir olsun deyirəm. Təşəkkür edirik. Sizi bilmirəm, mən Şamaxıdan bax elə yenicə gəlmişəm. Bir neçə gün bundan əvvəl. İnandırım sizi ki, gəlmək istəmirdim. Çünki o təbiət, o dağlar, o meşələr, o çiçəklər, onun bulağı həddən artıq çox gözəldir. Çox gözəldir. Allı güllü vaxtlarına hələ biraz da qalıb. Hələ var, deyilmi? Siz də siz yəqin ki, gedirsiniz Şamaxıya. İnşallah may ayında lap yaxşı olacaq. Onda ayrı cür çəkiliş apararıq. Salamatda olsun. Ümumiyyətlə, Şamaxının hər yeri dağlıqdır, elə deyilmi Seyfəddin mənim? Təxminən çoxsu dağlıqdır. Aran hissəsi var, o bir qism təşkil edir. Təxminən 30%-ını təşkil edir ərazinin, 25-30%-ını. Çox hissəsi dağlıq, meşəlik, gözəl bir diyardır. Elə vaxtı ilə bu Şamaxı ki var, mən onu tamaşaçılar təbii ki bunu bilirlər. Bu Şamaxı Azərbaycanın qədim diyarlarından biridir. Bunun şəhər kimi formalaşmasının 3000 il yaşı var. Amma haqqənnəs yaşı, halal yaşı isə 4000 ildən çoxdur. İndi bu yaxınlarda yəqin ki Şamaxının 3000 illiyin qeyd edəcəklər şəhər kimi formalaşmasının. 3000 il. Və 1000 ildən çox tarix səhnəsində at oynadan Şirvanşahlar dövlətinin uzun illər paytaxtı olub Şamaxı şəhəri. Zərbəm, siz neçə vaxtda çıxmışsınız Şamaxıdan ümumiyyətlə? 83-cü ildə, yəni mən hərbi xidmətə getmişəm. Qayıdıb gələndən sonra da elə şəhərdə Yəqin toyunuz da Şamaxıda olub, hə? öz kəndimizdə olub, bəli. Nə gözəl, kəndinizin adı nədir? Bizim kəndimizin adı Şıxsərli kəndidir. Şıxsərli kəndi. Mən bir əlavə eləyim, bəlkə Zabit müəllim təvəzzükarlığı eləyəcək. Bu Şamaxının Şıxsərli kəndi elə bir yerdir ki, orada səsi, avazı olmayanı o kəndə saymırlar. Doğrudan. Bəli, oradan çıxan şairin, aşığın, el şairinin, xanəndələrin sayı 70 nəfərdən artıqdır. Nə gözəl, nə gözəl. Xoşbəxtlik bir... Təbii, əlbəttə xoşbəxt. Bu haqda danışacağıq, sizin toyunuzdan da biraz danışacağıq. Çünki Şamaxının həddindən artıq əziz tamaşaçılarımız çox gözəl adət-ənənəsi var və bugünə kimi də yəni bir çox adətlər qorunub, saxlanıb. Çox maraqlı çəkilişlərimiz alındı Şamaxıdan. Onu birazdan sizə təqdim edəcək. Amma hal-hazırda çox istəyərdim ki, ilk sujetimizi təqdim edək. Yəni biz müxtəlif rayonlarda çalışırıq ki, həmişə ağbirçək nənələri, ağsaqqal babaları danışdıraq. Çünki bildiyiniz kimi onlar çox maraqlı danışırlar. Çox gözəl adətlərdən bəhs edirlər. İndi baba və nənəni, yəni həyat yoldaşıdırlar. Onları sizə təqdim etmək istəyirik. Həddən artıq çox maraqlı söhbət elədilər. Dinləyik. Baba, neçə yaşınız var? 90'ı keçmişəm, dedim ki, yüzün qapsın döcürəm, indi bilmirəm dahi. Siz neçə ildir ailəlisiz ikinizdən? İçim dedim də 52 gündür. 52 ay. 52 il olar. 52. Yaxşı, ay baba. 50-ci ildə evlənmişim. 50-ci il. 50-ci ildə. Vaxt eləsin. Yaxşı, deyirlər o vaxtları qızı görmək olmazdı. Ana bəyənirdi, ata bəyənirdi. Yəni qız oğlu bir-birlərini görmürdülər. Siz bir-birinizlə necə görüşmürdünüz? Bir söz də deyim, yadımdan çıxmasın. Bunun böyük qardaşı mənim böyük qardaşımdır. Buzovçu idi.
Buzu otarıldı, sonra gelirdilər. Bir yerdə nehrə çarxıyla ağartı görürdülərsə, bu da gəlirdi onun dalıca. Bir könlə gəynində nadiclik eləyirdi, mən də vururdum, təpi ilə yıxırdım bunu. Vurub yıxırdım. Deyirdim, dur uşağı da götür anasına. Çıx get buradan. Deyirdi, sən öləsə, onu elə sənə verəcəm. Anası. Yəni sizdən balacaydı da. Bu hala bir belə uşaq. Balacaydı. Bu bir belə uşaq. Mənimki 12-13 yaşım var belə. Deyirdi, sən öləsə, onu elə sənə verəcəm. Allah Teala elə elədi, gətir. Dünyanı çövrə qismət oldu mənə. 3 yerdən gəldilər, mən üçün bir gecədə bunun üçün razı oldular. Sizdən soruşmadılar, razısınız. Kim soruşacaq? Yəni sebib almamısınız da siz demək Yox, olar bir də ki, sevgi xanım. məsələsi olmayıb. Nə? Sebib almamısınız nənəni. Valla, xinə qoyduğu gecə gördüm bunu. Ki, xinə qoyub sabah ilə gəlin gətirəcək, o gecəsi gördüm bunu. Xına gecəsi gəlini görür bəy. Hə, xınay gecəsi gedirlər ora, yığılırlar. Gəlinlər xına yaxır, bəc intizardır, bu gecə oxuyurlar. Ayla ləzərdir, bu gecə bəc intizardır, bu gecə. Gəlinlər xına yaxır, bəc intizardır, bu gecə. Bunu oxuyardılar gəlin üçün. Aha, bəy gəlir nağardır. Hə, bu xına yaxdı da olur. Sonrası da xınanı yaxırdılar, üstə bəyi çağırırdılar. Gəlir, bəy hamısından üstün pul verirdi. Aha. Sonra indi gedirlər qız öyünə. Qız öyünə gedirlər, deyirlər ki, əzəldir al almağa gəlmişəm, al almağa gəlmişəm. Oğlanın anasıyam, aparmağa gəlmişəm. Sonra ey bəzin xalı döşəyin, oğlan anası, geridən baxa baxa, ey qız anası. Bu öylər uzun öylər, öy bəzəyin xalı döşəyin, oğlan anası, geridən baxa baxa, ey qız anası. İçində olsun toylar, öy bəzəyin xalı döşəyin, oğlan anası, geridən baxa baxa, ey qız anası. Çalsınlar, çağırsınlar, öy bəzəyin xalı döşəyin, oğlan anası, geridən baxa baxa, ey qız anası. Oynasın dəstə boylar, öy bəzəyin xalı döşəyin, oğlan anası, geridən baxa baxa, ey qız anası. İndi gəlini gətirirlər evə. Aha. Gəlini gətirirlər, yığılır qız gəlin üstünə. Sonra biri oxuyur. Deyir ki, bu dərənin uzunu, xoş gəldin bizim gəlin. Çoban qaytar quzunu, xoş gəldin bizim gəlin. Gedin deyin əmimə, xoş gəldin bizim gəlin. Bizə versin qızını, xoş gəldin bizim gəlin. Əzizim gözüm gəlin, əzəl malımız qurban, sonra canımız gəlin. İndi gətirib gəlin, cehizin bəziyirdilər. Bəs nə giymişdiniz gəlinliyiniz? Gəlinimiz uzun tuman, Aha. kəlağı, Aha. ya alxalığı, ya kofta. Hə, gəlin də belə, üzü də duvaqlı. Baba siz nə giymişdiniz? Toyunuzda nə giymişdiniz? Paltarınız necə idi demək istəyirəm. Elə bu fasonda kostyumu var idi. Ancaq uzun qabaq şapkası var. Bəli. Hə baba? Hə, Bəs toylarda kişilər nə yarışı keçirdirdilər? At yarışı, yoxsa güləşirdilər? Nə oynayırdılar? Daşır gələndə o adam o da, o toyda, o da yekə qarın düzəltmişlər, ha. O oyunu çıxardırdılar. Sonra ədli deyirdilər. Biri dururdu qabaqda, çallar da onun dalından tuturdular. Oynayırdılar, oyun çıxardırdılar. sonra gəlinlər belə gəzirdi. Bax, iki qayna var idi öydə. Onlar mənim iqtidarımı görmür. Bir dəfə dedi, bir damcı su ver mənə. Suyu verdim. Ala dedim, ondan ötürü az qalım döküləm ki, nöşməni qardaşlarımın yanına deyirdim. Su istədim, su verdim daha. İndi Allah'a şükür. Olmaz. Nənə, bayatılardan nə bilirsiniz? Hərdən desən oradan bilərəm. Bayatılardan bir ikisini deyin. Dağlar mənə bar göndər, əsir cəmənlər göndər. Ya dərdimə şərik ol, ya dərmanın əl göndər. Dağlar mənə qar göndər, əsir cəmən bar göndər.
Əkilməmiş ağacdan, dərilməmiş bar göndər. Hekayətini deyim sən üçün. Oğlun öldürüb kişi 3-4 il uşağı olmayıb. Gəlib desin ki, nə tər desin buna ki, gəlin uşağın yoxdur, boş yağına var, nə yox. O da onun oxuyub ki, əkilməmiş ağacdan, dərilməmiş bar göndər, nə tər göndərin. O bayatını ona görə deyib. Hə. İndi hərənin bir mənası var o bayatının ki, deyilir də. Mən aşıq dağdayandı, şamama tağdayandı. Bir dağa dağdalandım, alışıb dağdayandı. Mən aşıq kimə gedim, kimin var kimə gedim. Düşdüm dərmansız dərdə, dərmana kimə gedim. Baba, Hacan. yaxşı deyirsiniz ki, sevib almamışam. Sonradan sevmişsiniz yoldaşınızı yoxsa yox? Sevgi yarandı yoxsa yox? Yaxşı. Hə? Sevmirsiniz nənəni? O nə deyir? Sonradan der babi nənəni sevməmişsən. Sonradan o kadar sevirdim ki, istemirdim ki üstünden kuş asa, külə gəsə. O kadar isterdim. Ona göre ki, insan balasıydı. Ne derdim, derdi ki, baş üstə, məsləhətimiz bir olurdu. Baba, beləçik olurdu. Bizim aramızda birbirimizə yalan deyək, birbirimizdən oğurluq eləyək, sad eləyək, bu olmur bizim aramızda. O kadar istəkli mühibbəti dolanırdıq ki, ta bu günə qədər. İndi bundan sonra Allah Teala bilir ki, nə tər yaşayacaq. Çox mu, az mı, bir gün mü, nə qədər vaxt qoyub onda tamam olacaq. Bax belə, nənə ilə babanı da dinlədik. Nəzərinizə çatdırım ki, bu Məlhəm kəndidir. Məlhəm kəndi çox gözəl bir kənddir. Oradakı sakinləri də salamlayıram. Çünki bizlərdən artıq çox yaxşı qarşıladılar. Demək olar ki, bütün kənd bir yerə yığışmışdı, bəli. Elə o xanım, o Məlhəm sözü fars sözüdür. Aha, Mənası dəvədərman deməkdir. dəvədərman. Bəli. Məlhəm ağzında məlhəm deyirsən. Və o cəmaat Böyük Xaqanının da babası, əmisi Ömər Osman ibn Kəfiyyəddin həmin kənddən olub və ilk dəfə Azərbaycanda, eləcə dünyanın bir çox ölkələrində tibb akademiyası Məlhəm kəndində Ömər Osman ibn Kəfiyyəddinin rəhbərliyi ilə təşkil edilib. Həm də o kənddə tatlar da var idi. Elə o kəndin əhalisi etnikdir. Onlar ləhcələri də, dilləri də ayrıdır. Fars dilli tayfalardır və danışıqları da fars dilinə uyğundur. Deyirəm axı, o ləhcə yadımda qalmıyor Təbii. ya. Orada danışırdım ha, amma artıq Bakıya gəldim, unutdum. Ümumiyyətlə Şamaxıda çox millətlilikdir də, başqa xalqlar da var. Hansı xalqlar daha yaşayır? İndi elə bizdə o fars dilli tayfalar daha çoxdur. Belə ki, Zarat kəndi var. Dağ Zaratı, Baba Zaratı, Zarat kəndi. Sonra Dəmirçi kəndi var. Və eləcə də Məlhəm kəndi var. Bunlarda xüsusi... Qonaq kənd də vardı. Qonaq kənddə də... Çuxur yurd necə? Çuxur yurd əvvəl Azərbaycanlıların bizim kəndimiz olub. Sonra o 19-cu əsrdə bəli, o Malakanlar köçüblər ora. Deyəcəyim odur ki, o kəndin doğrudan da gözəl ab-havası var və özlərinə məxsus olan mətbəxləri var. Özlərinə məxsus olan adət-ənənələri var. Məlhəm kəndinin. Hansı ki, o bir kəndlərdən, o adət-ənənələrdə bəzən fərqlənir. Fərqlənir. Şirvan aşıqları, qərb aşıqlarının hərəsinin öz gözəlliyi var. Həmişə deyirlər ki, qərb aşıqları daha yanğılı oxuyurlar, Şirvan aşıqları isə daha biraz şəndirlər, gümrahdılar. Elə deyil, mən Şirvan aşıqlarını çox xoşlayıram. Çünki onların o ifa etdiyi zaman o ayaq hərəkətləri, oynamaqları, adam ritim var. Bizdə ritim var. Şirvan aşıqlarında, havacatın oxumasında Zabit müəllimlərinə xüsusi ritim var. Yaxşı zurnaçılarınız da var. Şamaxının çox gözəl zurnaçıları Aşığın da yanında var. zurna çalan olar da. Zurnaçılar da çox tanınmış zurnaçılar. Mən bir şey deyim ki, xanım, əyərləri 19-cu əsrdən sonra bugünə qədər nə qədər Şirvan bölgəsində aşıq varsa, bunlar 37-ci ilin qurbanı olan Dədə Bilalın necə deyərlər, sazının altından keçiblərsə,
onun repertuarını yaşadıblarsa, Şirvan regionunda olan balabançılar indi və deyək ki 19-cu əsr, 20-ci əsrin əvvəllərindən Dədə Əliyə boruşludur, Kalvalı Əliyə boruşludur. Şirvanda Kalvalı Əli böyük balaban zurna sənətində dədə ustad olub. İndi Şamaxıda da məşhur zurnaçı var, Rasim dayı, yəqin ki Rasim dayını Ələsgərov. Var əlbəttə. Çox gözəl. Rasim müəllim də var, Cavanlar da var. Şirzad da var, Şirzad müəllim, Abuzər var. Abuzər var. İndi biz sizə Rasim dayını təqdim edəcəyik. Çox gözəl bir Şirvan bölgəsinə aid hava ifa etdi zurnada bizim üçün. Özü təbiətin qoynunda bir o dağlara baxın. Nətər idi? Çox gözəl bir hava idi. Çox gözəl. Böyük də sənətkardır və çox yaxşı haldır ki, Şamaxıda, Şirvan bölgəsində vaxtı ilə rəhmətli İzzətalı Zülfüqarov, Həsrət Hüseynov, eləcə də Mirağa Musaxan dayı rəhmətlik. Bunlar böyük sənətkarlar olublar. Rasim də onlarla birgə o məktəbi keçən insanlardan olub. Gəlin biraz toylardan danışaq. Şamaxı toylarından. Ümumiyyətlə Şamaxı toyları seçilirmi digər bölgənin toylarına, yoxsa yox? Bizlərdə toy 3 gün olub, xanım. Deməli, bugün günorta aşıq öz dəstəsi ilə toya gəlib, səhəri gün bütöv toy eləyib, o biri gündə axşam məclisindən sonra gedib. 5 nağıl oxuyublar toylarda əsasən. Deməli, 2 gün orta məclisində nağıl oxuyublar. Dastan danışıblar. Onu deyim ki... Dastanın içində hər kəsin də sifarişi varsa, onlar yəni yerinə yetirilirdi. Yəni, kimin ürəyi hansı avacatı istəyir, kimin ürəyi hansı muğamatı istəyir. Bizdə hamıda qulaq asıldı. Hamıda qulaq asıldı və mikrofonsuz. Xüsusi, deməli, aşığın bayaqları müəllim, zabit müəllim bir yaxşı sözdür ki, birinci elə aşıq ki, hər hansı bir obaya kəndə çatırdı. Kəndə çatan, onun özü bir səhnə idi.
Belə ki, o musiqiçi kəndin yaxınlığına çatdı, bir uca yerdə xüsusi bir çalğı ilə bir növ elan verərdi ki, mənim qardaşım zabit dedi ki, mən gəlmişəm. Mən gəlmişəm. Gəlirəm. Və bu Və kənddə uşaqlar, nə qədər uşaq varsa, hamısı toplaşırdı o səsə. Və o maşının arxasıca hamı gələrdi düz toy qapısına qədər. Və aşığı xüsusi otaqda yerləşdirərdilər, hörmət əlaməti olaraq. Aşığa xüsusi xörək bişirərdilər, ayrıca yemək bişirərdilər. Və çox adam özünə şərafət sayırdı ki, mən aşıqlara xidmət eləyirəm. Doğrudan. Bəli, bəli, bəli. O qədər hörmət. Və çox böyük hörmət idi ki, aşıq oturduğu evdən mağara toyxanaya gedəcək, onun sazın xüsusi bir nəfər götürərdi. Özünə şərafət sayardı ki, ustada aparıb məclisdə mən təqdim eləyim bu sazı. Görürsünüzmü? Bizim kətlərə ancaq aşıq məclisi olardı. Və o vaxt mən Şirvan aşıqların o geyiminə görə, ümumiyyətlə aşıqları, o geyimdə görəndə mən elə bilirdim ki, yəni mən ofisier kimi baxırdım o aşığa. Hərbiçi kimi. O ayağın hərbiçi kimi. Ayağın yerə vurub dastan deyəndə, ayağın hərdən yerə vuranda o ayağım yəni cəmaata vurmurdu, o öz dəstəsinə vururdu ki, söz deyirdi. Mən indi yəni bu oxumağa başlayacağam, hazır olun. Ki burada ritim yəni sınmasın. Yəni məni gözəl müşahidə edin. Mən elə bilirdim ki, o uşaq vaxtı mən belə fikirləşirdim ki, bu ayağın yerə vurur ki, kim burada sakit olmasa çölə çıxardacaq. Yəni o böyük kiçik vardı o vaxtı, çünki uşaqlar aşağıdan otururdu, böyüklər yuxarıdan otururdu. Ağsaqqal, ağbirçək, hamı yəni bir nəfər kimi qulaq asırdı. Və o vaxtı adət-ənənələrdən ən gözəli də, yəni hamısı gözəl idi ha. Yəni mən lap uşaq vaxtı onu görmüşəm ki, gəlini o belinə dəsmal bağlayardılar. Qırmızı. Qırmızı kalağayı da bağlayırdılar. Yəni o piyada gələn vaxtını da görmüşəm mən. Yəni o vaxtın maşın biraz Atla gedən vaxtı da, araba ilə gedən vaxtlarda olub. Yəni o vaxtı da görmüşəm. Amma son vaxtlara qədər o bəyi ki, başqa bir evdə aparıb bəy otağı, bəy evi deyərdilər. Yəni mənim öz toyumda da elən şey olub. Yəni yaşadığımız öz evimizdən bir qədər kənarda başqa yerdən, yəni sizə. Başqa yerdən. Və çıxardıblar. Bir nə qədər ki uzaq olurdu, bir o qədər elə bil ki, yəni bəy əziz adam olurdu. Həmtaraqlı olurdu. Bəy o qədər sevimli olurdu ki, o bəy qalan evi biraz uzaqda eləyirdilər ki, hardasa bir balaca görsən o musiqiçilər deyir ki, bu nə adət-ənənə deyə adama əziyyət verirlər. Amma onun öz gözəlliyi var. Gedib oradan o çalğı ilə o zurna balaban çala-çala müşahidə eləyə-eləyə o bəyi bəy evindən götürüb gələrdilər toyxanaya və orada bəy tərifi yəni gedərdi. Gəlin, bir sujetimiz var, onu da sizə təqdim eləyək, sonra toy haqqında yenə də danışacağıq. Çox maraqlı bir səhnəcik sizə təqdim edəcək, toy səhnəciyidir, yəni bu da Məlhəm kəndində çəkilibdir. Siz bayaq qeyd etdiniz ki, o kənddə doğrudan da çox qeyri-adi adətlər var və nəzərinizə çatdırım ki, bu adət əvvəllər olubdur toylarda. Özünüz izləyin, baxın, mən danışsam maraqlı olacaq. Yekə qarın var orada, sonra oğlan gəlinlik libasında olur. Bu belə bir oyunlar keçirilirmiş toyda. Gəlin baxaq.
Qoçəli çal. Cəmaət, mən Qafqazdan xatun gətirmişəm. Bu gavurlar mənim xatunuma sataşırdılar. Və mən onları vurub öldürmüşəm. Onlara kəfən pulu lazımdır, kəfən pulu yığın. Ulan yığaram. Aşıq bəy tərif elə. Məndən salam olsun məclis əhlinə. Xoş gəlmişsiniz Bismillahın eşqinə. Bəylə gəlin 100 yaşasın həyatda, min bir adlı bir Allahın eşqinə. Açılaydı hər bir bəxtin ilməyi, azalmaya xalqın deyib gülməyi. 12 İmam bəy gəlinin köməyi, inandığımız səzdəgahın eşqinə. Zərgər çox razıdır pür ustadından, bu toy çıxmaz heç bir kəsin yadından. Hər ata, hər ana toy görsün öz övladından, o müqəddəs qibləgahın eşqinə. Allahın nəzəri, Peyğəmbərin nüfuzu, Cəbrailin qanadı, abüçəklərin ağaran saçı bəyimizə və gəlinimizə yardımcı olsun. Allah xoşbəxt eləsin. Əzəl əldən bir Allahın eşqinə, əzəl əldən bir Allahın eşqinə.
mübarək olsun. Sonra deyim 12 imam eşqinə, Gözəl bəyin toyun mübarək olsun. Qanlı eşqinə var olsun. Hoş gəlmisən bu məclisə, qədəmləri təzay bəy, görmüşün avant olsun, görmüşün avant olsun. Gəlməyəsən Gəzay bəy, gəlməyəsən Gəzay bəy, gəlməyəsən Gəzay bəy. Bax belə, görürsünüz necə maraqlıdır. Çox Aşıq gözəl. xeyir duası da eşitdik. Bəli, bəli. Necə ki, Ağsaqqal, mən bilirəm ki, aşıq duası da, xeyir duası da mütləq Aşıq olmalıdır. illi Ağsaqqaloğlu sayılıb da tarixən, ta Qurbanidən üzü bəri, bir barışıq olanda, bir sülh eləyəndə aşıq ora həmişə Ağsaqqal kimi dəvət Aşıq eləyiblər. bəli, Ağsaqqal olubdur. Başqa nə kimi adətlər olub? Siz bayaq aşdan danışırdınız, Seyfəddin, o nə? Bəli, bizim bu Şirvan bölgəsində bu nişanla bağlı, sonra bu toy adətlərlə bağlı bəzi kəndlərin də özünün özünə məxsus cəhətləri var. Məsələn, bir regionda mən bilirəm ki, ana aşı deyilən bir gün var. Aşı, Yəni, ana bəli, aşı. aşın adı ana aşıdır. Belə ki, qız toyuna 2 gün qalmış, gəlin getməyə 2 gün qalmış, ana bir aş bişirir. Və hamının aşın mərasimində ancaq ailə üzvləri olur. Ata, ana, varsa bacı, qardaş, bir də gəlin gedən qız. Onun axırıncı günü şərəfinə bişirildiyinə görə ona ana aşı deyirlər. Və bunun rəmzi mənası ondadır ki, ana axırıncı öydünü qızına edir. Sən ki, gedirsən mənim evimdən həmişəlik evə, ər evinə, bu nəsiyyətləri unutma deyə qızına axırıncı nəsiyyətini, öydünü həmin süfrədə, aş mərasimində verir. Və yad adam olmaz o süfrədə. Ata, ana, bacı, qardaş. Əgər ola bilsin ki, bacı böyüksə, kiməsə ərə gedib, o oğlan da ora dəvət olunmazdı. Sırf ailənin içində olan öyd nəsiyyət idi ki, ana öz o aş da o məqsədlə bişirildi. Ona görə ananın axırıncı aşı mənasında. Bəs Şamaxı qutabından nə deyə bilərsiniz? Maşallah. Şamaxı qutabı deyim sizə. Böyük, dadlı, ümumiyyətlə seçilir əməlli başlı yediyimiz qutablardan göyərdə. Xoşlayırsınız Zabit mənim Şamaxı qutabı? Çox gözəl. Bişirtdirirsinizmi tez-tez mesajda Şamaxı qutabı? Sizə bir sirr açım. Şamaxı qutabını bişirməyi də öyrəndim Şamaxıda. Çox gözəl. Əməlli başlı yaydım, pişirdim, yedik, çox dadlıydı. Əziz xanımlar, bu Şamaxı qutabı həddən artıq çox dadlıdır və biz burada pişirdiyimiz kimi deyil. Yəni göyərti baxımından, ölçü baxımından tam başqa cürədir. Mən çox istərdim ki, sujetimizi izləyək. Bir çox xanımlarımız da məni kimi öyrənsin piş düş eləməyi. Buyurun. Bugün biz Şamaxı qutabı pişirəcəyiz tamaşaçılarımız. Hər bir şey pişirməyi öyrəndim. Bir də Şamaxı qutabı qalmışdı. Onu da bu dəqiqə pişirəcəm. Nailə xanım, ümumiyyətlə Şamaxı qutabı nəyinə seçilir başqa qutablardan? Şamaxı qutabı başqa qutablardan onun ilə fərqlənir ki, o biri qutablarda göyərti ilə kişniş, şüyüd, beləncə, məsəl ispanaqla, beləncə göyərtilərlə pişirirsən. Ancaq Şamaxı qutabı əmək köməci, quşətbəyi, lalə, cicir tikan, cincilim, beləncə bu göyərtilər qarışır, qarışığıdır. Ona görə də o ləzzətli olur. Həm də ki, sacda da ki pişirirsən, sacın tamamilə başqadır dadı. Həm də böyük olur. Böyük olur. Məsələn, o göyərti kişnişlə, şüyüdlə pişiriləndə xırda-xırda pişirirsən də, amma bu göyərti ilə pişirəndə tamamilə başqadır. Dadı da, həm böyüklüyü də böyük olur, seçilir. Ümumiyyətlə, bu çoxdandan pişirirlər. Qədimdən belə pişirilir bu kənddə. Siz kimdən görmürsünüz, kimdən götürmürsünüz? Nənəmlə, anamla, xalamla, bibimlə, qədimdən beləncə pişirilir bizdə. Nə deyirdilər onlar pişirəndə? Deyirdilər ki, toylarda istifadə olunur bu qutab, yoxsa elə evdə? Ancaq evdə.
toylarda verilmir bizdə. Məsələn, başqa qutablar verilir, amma göyəti qutabı toylarda verilmir. Hamı bişirir, öz evində yeyir. Özü yəqin çox xeyirli bir yemək. Çox xeyirlidir, çox. Ona görə ki, onun içindəki o göyərtilərdə hərəsində bir cür vitaminlərlə, illa ki, hələ cicir tikan. O bütün dərdlərə dərmandır. Əvvəlik. Görürsən ki, təbabətdə deyirlər ki, təbabət bitkisi, əvvəlik hamısından yaxşı seçilir. Belə. Nailə xanım, indi mən də istəyirəm öyrənim, ona görə çox istərdim pişirəsiz, biz də baxaq. Siz özünüz neçə yaşında öyrənmişsiniz? Mən 15 yaşından. Onda mənim üçün gecdə öyrənmək. Yox, 70 yaşından öyrənə bilərsən. Yaxşı, başlayaq. Yəni, xəmir həmənki qaydada olaraq qalırdı. Xəmiri yoğurursan, biraz 15 dəqiqə xəmir dincəlir. Sonra xırda kündələr tutursan. İndi bax, burada sizdə neçə göyərti var? Burada 5 cür, 6 cür göyəti var. 5-6 cür, soğan da var, eləmi? Soğan da tökülür. Bunlar hamısı xırda doğranıb. Sonra pişirilir. Onlar Dadına baxacaqsınız, yiyin. Tuz tökülmüb ancaq. Tuz tökülmüb. Amma tökmək lazımdır. Tökəcək də. Elə az qalır, bu göyərtini elə belə diri-diri yiyeyim. Pişirəndə birdən neçəsini pişirirsiniz? Çox, elə vaxt olur 20-sin, 30-un böyük olur da. İndi qonaq-qara olanda lap çox pişiririk. Özümüzə görə olanda görsən 10-15 dənə pişirirsən indi. Artıq yaydıq. Böyük deyil bu qutabçın? Hələ bundan da böyük ola bilər. Bundan da böyük ola bilər. Bundan böyük də olar. Nə qədər. İndi göyərtini götürürük. Tökürük. Mən baxıram, götürürəm ha. Vay, göyərtisi də boldur. Bol tökürük. Eləsi var ki, elə lap çox tökür. Görsən. Əla. Dəki ikinci qutabı da mən hazırlayım. Baş üstə, dur hazırla. Verin yayım onu istəyirsin. Elə orada ya. Ay, amma mənə gülmüyor. Gülmərik. Mən incə oturum, rahat olsun. Qaynana deyəcək ki, bilmirsən, hə? Falan olmayacaq. İndi 100% yaya biləcəm, çünki bəzi sirləri mənə açıqladılar. Məlikam, yaydım. Ura, özüm yaydım. Əla. Allah, nəhayət çamağı qutablarımızı da pişirdik. Amma yaman yoruldum mən, Nailə xanım, çox yoruldum. Siz yorulub. Yaxşı pişirdiniz də, maşallah bacarırsınız.
Bəs bişirməyini pişirdik, bəs bunu necə yeyirlər? Qoyursan boşqaba, təzə nehrədən çıxmış çərə yağı, Bu nehrə yağıdır. nehrə yağıdır, bəli. Qatıq da ləzzət eləyir. Yeyirsən yavaş-yavaş yeyirsən. Ah, qatığımız da var. Əla. Babam üstündən yemək mi? Qatığın üstündən yemək var mı? Yeyim. Yoxsa bunu çəkəm? Necə istəyirdin? Yox, içinə tökmək olmaz, ancaq qaşıqla. Bundan da ye, ondan da. Mələkəm, dediniz hansı göyərtilər var burada? Əvəlik, cincilim, lalə, şəbbəyi, cicir tikan, belənci göyərtilərdən bişiririk. İnandırım sizi ki, o qədər dadlıdır. Onun dadı başqa cürdür da. İndi kişnişlə, şüyütlə bişirilən tamam başqadır, bunlar başqa. Mələkəm, Yeyin ustam. halal olsun bizə. Bax, bu da qutabımız. Bəli. Buradan bu dəqiqə çıxsaydı o qutabdan böyük bir məmnuniyyətlə yeyərdik bu yağla, camış yağı ilə. Gülnara xanım, Qatıqla. şadlıq evlərində bu dəqiqə o çudu deyirlər, şamaxı çudusu. Sudur. Bu ətli balaca belə peraşkidən biraz böyük belə Düzəldirlər. şadlıq evlərinin damısında var. Elə o adı nə deyirlər, şamaxı çudusu. Yəni o çudu da elə şamaxının yeməklərinə daxil olmalıdır. Daxil olmalıdır. Və bu ayaqları o biz o Məlhəm kəndində o Səhnəcik, var idi. Mənim yadıma gəlir bizim kətlərdə toyda güləşərdilər. Və cıdıl və güləş. At yarışını yəni At yarışı. Gözdə maraqlı son deyildi ki, Zabit müəllimin sözünə qüvvət. O kəndin, elin uzun bir məsafəsində, deyək ki, bir kilometrə yaxın məsafəsində xüsusi cıdılçılar, at sürə bilənlər olardı. Maraqlı idi ki, çoxsu da nişanlı oğlanlar olurdu. O cıdıla çıxanların və nişanlılar da yəqin ki, o cəmaatın arasında gözləyirdi ki, kim birinci gəlib çatacaq. Müəyyən məsafə müəyyən eləyirdilər. Birdən də nəzarətçi atda adam olurdu. O cıdılçılar başlanğıc yerindən getsinlər və mağara qədər, toyxanaya qədər at çapmalıydılar. Kimin ki atı birincilik qazandı, onun xüsusi nəməri olurdu. İndi deyək ki, bir kəlağımı, hədiyyəsimi, nəsə toysa xonçası tərəfindən hazırlanırdı və bu mərasim elə ki, cıdılçılar kəndə yaxınlaşdırar, artıq hava çalınardı onada. Çox maraqlı. Gəlin tapmacamızı bir daha söyləyim. Başına kələm bağlayar, ürəyi vərəm bağlayar. Oğul uşağın yığıb dəsmal alıb ağlayar. Fikirləşin, birazdan sizdən də soruşacağım. SMS nömrəmiz 9050 tamaşaçılarımız, cavablarınızı gözləyirik. Və sonuncu sujetimizi təqdim etmək istəyirəm. Bu Diyarşünaslıq Şamaxı rayonunun Tarix və Diyarşünaslıq muzeyidir. Çox gözəl muzeyi var Şamaxının, onu qeyd edim. Çünki orada doğrudan da çox qeyri-adi, yəni xalçaları, əşyaları, zinniyyət əşyaları, hər bir şey çox gözəl idi. Əziz tamaşaçılarımız, gəlin bu muzeyə birlikdə səyahət edək. Tərənə xanım, axır ki Şamaxı rayonunun Diyarşünaslıq muzeyində də olduq və çox istərdim bizi tanış edəsiniz. Bu əşyalar hamısı eksponatlar, arxeoloji qazıntılar və təsadüfi tapılan Şamaxı və Şamaxı ətrafında daş zinət əşyalarıdır ki, daşdan, sümükdən hazırlanan əşyalardır ki, eramızdan əvvəl qadınlar buna bəzək əşyaları kimi istifadə edilir. Bir də ən çox bu, yəni zinniyyət əşyaları qəbirdən tapıntı olur. Yəni o vaxtlara təsadüf edir ki, qəbirlərdən insanları, tarix Şamaxıda həmişə güclü zəlzələlər olub. Rayon tamamilə yerlə yeksan olub və onun nəticəsində həm qəbirstanlıqlardan, bir də ki, rayonun ərazisinin özündən və belə əşyalar tapılır. Tərənə xanım, həm hər vaxtın yəni öz dəbi var, ya hansısa zinniyyət əşyası
hansı bir vaxtda dəbdə olub da. Mən burada ay ulduz görürəm. Çünki nənələrdən çox eşitmişəm ay ulduz dəbdə olub. Nəhayət onu gördüm. Bax bu ay gördüyünüz bu ay ulduz zinət əşyası ki var, qızıldan hazırlanıb. O dövrdə də olub, hazırki dövrdə də bax bundan qadınlar istifadə eləyir ki, ayda ulduzlu sırğa olub, aralıq olub, sonra başlıqlar olub. Bax belə taxıblar. Başlıqlar. Bunlar gümüşdəndir. Hürzə daş-qaşlarlandır. Bu da ki 40 düymə sırğadır. Sonra bax qolbağdır, aralıqlardır, cürbəcür. Bax bunlara arpa deyirlər. Boyunsun, belə bəzək əşyalardır. Sonra burada kəmərlər, gümüş kəmərlərdir, kəmər başlıqlarıdır. Seyr edək. Burada həm kişi üçün olan kəmərlər var, həm xanımlar üçün. Amma mən onları heç vaxt seçə bilmirəm. Çünki bu xanımlar üçün nəzərdə tutulub, bu üstündə pullardır. Varlıq xanların, bəylərin, xanımlarının olub da, belə onlar da olub. Bu da kişi üçün da nəzərdə tutulub. Bu kəmərlər, bu da kəmər başlıqlardır. Bu kişi üçün, çünki güllələrə baxın, gümüşdən güllələr. Bəli, bu kişi üçün, kişi kəməridir. Sonra ilk samavardır muzeydə, qara çıraqdır. Samavar çox görmüşük, amma beləsini görməmişik. Deyirlər. Bu, lap, ən birinci, hə? Hə, ilk də çox qədim tarixi var, ilk samavar nümunəsidir bu. Çox maraqlıdır. Bunlar yanılmıramsa çıraqlardır. Qara çıraqdır, durna çırağı deyirlər, nötlə işlənib. Bax belə, burada da fitili var, xodun azaldıb çoxaltmaq üçün belə. Belə çıraq görməmişdik. Bəs bu nədir? Bu da şam qabıdır, saxsıdan hazırlanıb, şam üçün istifadə olunub, belə şam yandırıblar. Bunlar da saxsı qablar. Bunlar da məişət əşyası kimi istifadə olunub da, ki, saxsı qablardır. Mücrülər evlərdə istifadə olunub, belə hazırda da müxtəlif ölçüdə, biri zinət əşyası üçün, pul üçün, zinət üçün, geyim əşyaları da, belə örpəklərin ən əziz şeyləri bunlarda. Ən sirli əşyalar mücrülərdə olarmış, özdəki açarla bir yerdə, hə, qıfılla bir yerdə. Orta əsrə aid bu bölməmizdə gördüyünüz qarşınızdakı bu mis məişət əşyalarıdır. Bax bu qabda məclisdə şərbət paylanıb, sərmizlərdir, şərbət paylayıblar belə. Bax, naxışlarına gəlin, baxaq, Tərənə xanım. Üstündə Quran ayələri var, çox maraqlı əl işləri var bunun üstündə. Sonra daşdan hazırlanmış, bax, maraqlı piti qabıdır, piti pişirmək üçün. Piti qabı. Piti qabıdır. Bu da manqaldır. Manqal. Sadəcə bişirmək üçün. Bax, bu da içində gördüyünüz. Sadəcə içi deyirlər, elə. Amma nə gözəl manqaldır. Oy, nə gözəl xalçadır Tərənə xanım. Bu xalçanın çox qədim bir tarixi var. 1300 ildən demək olar artıqdır. Təbii otlardan boyanıb bunun rəngləri, sonra sapları yəni. Sapı, ərişi hamısı yunlandı. Rəngləri bunlar təbii otlardan alıblar. Adı var xalçanın. 3 göl, bax 4 göl belə deyirlər. 4 göl o bunları nəzərdə tutublar. Qıraqlarda da hansı heyvanların təsviri olunubdu? Belə keçiyə də oxşayır. Keçidir belə maral. Çox gözəl. Sonra 18-19-cu əsrə aid samavar növləridir. Kömür ütüsüdür. Gördüyünüz bu pərdə başıdır. Oy, nə gözəldir, bu əl işidir. Əl işləridir bunlar hamısı. Sonra boxçadır, dəsmal, yüküstü, taxça pərdəsi. Bəs camxudan pərdəsi? Camxodan da ki, bayaq dedim, divarda olur, belə yük yığırlar. O yükün qabağını bu pərdələrlə tuturlar. Gəlin açaq tamaşaçılarımızı da görsədək. Bu əl işidir, xanımların əl işidir. Oy, nə gözəl, çiçəklər təsvir olunub burada. Demək olar ki, çox gözəl. Əl işləridir. Bükək. Bu yük üstüdür, hə? Tərənə xanım. Yük üstüdür, bəli. O da, bunlar hamısı. Xoşdur, dedim belə. Özdə baxın, bu bisirlə də bəziyibləri onu. O vaxt olub, indi də görürsünüz. Görün o vaxtın evləri onda necə gözəl idi, hə, Tərənə xanım? Biz indi ancaq belə parçalardan özümüzə paltar tikdiririk.
İzlədik muzeydə. Təəssüflər olsun ki, gəldik verilişimizin sonuna çatdıq. Şamaxı haqqında əlbəttə ki, bir veriliş bəs etmir və mən söz verirəm ki, belə böyük bir məmnuniyyətlə Şamaxıya yenidən gələcəm. Çünki Şamaxıdan yenə deyirəm, qayıtmaq istəmirdim. Onun təbiətinin vurğunuyam mən və yayda həmişə tez-tez gedib Şamaxıda biz istirahət edirik. Nəinki mən, elə hamı gedir Şamaxıda istirahət edir. Sizə təşəkkürümüzü bildiririk və tapmacamızın cavabını artıq söyləmək istəyirəm. Sabit müəllim bilməmiş olmaz. Tapmacanın cavabını. Qoy təkrar edin tapmacanı. Başına kələm bağlayar, ürəyi bərən bağlayır. Oğul uşağın yığıb dəsmal alıb ağlayar. Ay bildiniz ha bu nədir? Deyin görün Zabit müəllim. Sabit müəllim siz bilərsiniz. Desəm nə verərsiniz? Hədiyyə. Milli suvenir Açmasını deyim, ümumi yoxsa elə bir dənə cavabını deyim. cavabını. Samavar. Bravo. Doğru. Doğrudan da tamamilə doğru, düzgün cavabdır. Və düzgün cavabı göndərən tamaşaçılarımıza da çox sağ olun deyirik. Unutmursunuz ki, siz bizdən milli suvenir qazandınız. Və deyir, əzizim Şamaxıdan, yol salan Şamaxıdan. Bugün sizə gətirdik bir xonça Şamaxıdan. Sağ olun, gələn çərşənbə günü saat 18:15-də biz artıq başqa bir rayonu tutduğumuz xonça ilə sizinlə paylaşacağıq. Xonçanız bol və bərəkətli olsun. Hələlik.